Salam uşaqlar. Bugün kainat və günəş sistemi mövzusunda ilk 100 suala baxacağıq. Günəşin zenitdə müşahidə edildiyi yarımadalara baxırıq. Taymer Asiyanın şimalındadır, təbii ki, ola bilməz. Skandinaviya Avropanın şimalındadır, ola bilməz. Kola Avropanın şimalındadır. Labrador da Şimali Amerikanın şimal hissəsindədir. Bunlarda günəş zenitdə ola bilməz. Amma Malakka Cənub-Şərqi Asiyada, Somalidə, Şərqi Afrikada yerləşir. Bu ərazilərdə günəş zenitdə olar. Üç işıqlanma qurşağında yerləşən materiklər. Deməli, Avstraliya ilə Şimali Amerika iki işıqlanmadadır. Çünki onları nə ekvator, nə Qrinviç, nə 180 kəsmir. Avrasiya, Cənubi Amerika və Antarktida üç işıqlanmadadır. Çünki Avrasiyanı Qrinviç, Cənubi Amerikanı ekvator, Antarktidanı da yeni Qrinviç kəsir. Afrika isə 4 yarımkürədədir. Çünki onu həm ekvator, həm də Qrinviç kəsir. Üç işıqlanma deyəndə biz burada Cənubi Amerika və Avrasiya variantlarını seçməliyik. Tropik xəttlərini digər paralellərdən fərqləndirən xüsusiyyət. Üzərində hər fəsildə günəş bir dəfə zenitdə olur. Hər fəsildə yox, ildə bir dəfə olmalı idi. Üzərində ildə iki dəfə yox, ildə bir dəfə olmalı idi. Üzərində ildə bir dəfə günəş zenitdə olur. Bəli. Üzərində günəş şarı il boyu perpendikulyar, yəni il boyu 90 dərəcə düşür. Xeyr, ildə bir dəfə düşür. Hər fəsildə iki dəfə günəş zenitdə olur. Təbii ki, yanlışdır. Aşağıdakı ölkələrin hansında günəş zenitdə olmur? Deməli, biz burada tropiklərdən kənarda yerləşən ölkələri seçməliyik. Hindistan və Meksika tropiklərə düşür. Sonra Myanmanı tropik kəsir. Mozambik tropiklərə düşür. Liviyanın cənubunu tropik kəsir. Amma Küveyt və Pakistan tropiklərdən şimalda mülayim işıqlanma qurşağında yerləşirlər. Sxemdəki qırıq xəttlər nəyi ifadə edir? Bunlar paralelləri ifadə edir, tropikləri və qütb dairələrini. Baxaq, qütb dairələri və tropiklər, bəli, 23.5-lər və 66.5-lər. Yerin günəş ətrafında forlanması ilə bağlı coğrafi prosesləri müəyyən edin. Temperaturun sutqalıq və illik dəyişməsi, gecə-gündüzün və fəsillərin dəyişməsi. Gecə-gündüzün dəyişməsi yerin öz oxu ətrafında hərəkəti nəticəsində baş verir. Ona görə bu olan variantları biz çıxırıq. Birizlər gündəlik küləklərdir. Bunlar da yerin öz oxu ətrafında hərəkət nəticəsində yaranırlar. Burada da birizlər variantını görürük. Yerin günəş ətrafında hərəkət nəticəsində fəsillər dəyişir. Temperaturun da illik dəyişməsi baş verir. 23 sentyabr günü üçün səciyyəvi olan coğrafi əlamət. 23 sentyabrda günəş ekvatorda zenitdə olur. Bu zaman dünya bərabər işıqlanır. Şimal və cənub yarımkürələri bərabər işıqlanır. Cavab elə A variantıdır. Günəş dünyanın mərkəzində ekvatorda olduğu üçün bütün dünya bərabər işıq alır. 8-ə baxırıq. Yerin hansı işıqlanma qurşaqları var? Yerdə işıqlanma qurşağı deyirsə, bir tropik, iki mülayim, iki qütb işıqlanma qurşaqları var. Tropik, mülayim və qütb. Cavab Y variantı. Günorta vaxtı günəşin il ərzində bir dəfə zenitdə olduğu paralellər bir dəfə tropik xəttlər üzərində, yəni 23.5 üzərində zenitdə olur. Sxemdəki məntəqələrin hansıların üzərində günəş ildə 2 dəfə zenitdə olur? Günəş 23.5-lərin arasında ildə 2 dəfə zenitdə olur. İndi biz burada verilən hərflərdən 23.5-in arasındakiları seçməliyik. Burada 20-də yerləşən D-ni, 0-da yerləşən C-ni və 10-da yerləşən M-i seçə bilərik. M, C, D, B variantı. 23 sentyabrda günəş şüalarının günorta vaxtı 70 dərəcə bucaq altına düşdüyü məntəqədən ekvatora qədər ən qısa məsafə. 23 sentyabrda günəş olur ekvator üzərində zenitdə. Bu zaman ekvatora 90 dərəcə bucaqla düşür. Hər hansısa bir əraziyə 70 dərəcə bucaqla düşməsi üçün həmin ərazi bundan 20 dərəcə məsafədə olmalıdır. Yəni, ya 20 dərəcə şimalda, ya da 20 dərəcə cənubda. Fərqi yoxdur. İndi bu məntəqə ilə ekvator arasındakı ən qısa məsafəni hesablayanda ekvatorla 20 dərəcə enlik arasında elə 20 dərəcə məsafə var.
Meridian xətti üzrə 1 dərəcə 111-dir. 20-ni vururuq 111-ə, cavab 2220 kilometr. İşıqlama qurşaqlarını ayıran sərhədlər qütb dairələri və tropik xəttləridir. 66,5-lər və 23,5-lər. Cavab olur Y variantı. 13. İl boyu günəş şüalarının düşmə bucağının günorta vaxtı 66,5-dən kiçik olmadığı coğrafi enlik, təbii ki, bu dünyanın mərkəzi olan ekvator olacaq. Ekvatordan günəş maksimum 23,5 dərəcə uzaqlaşır və bu zamanda ekvatora 66,5 dərəcə bucaqla düşür. İl boyu günəş şüalarının düşmə bucağının 23,5-dən böyük olmadığı enlikdə, burada təbii ki, qütb enlikləri olacaq. Günəşə ən uzağı seçməliyik. Bu da 90 dərəcəli enlikdir ki, ən çox 23,5 düşür, elə 23,5-in üzərində olanda. Məsələn, şimal 90-a, şimal 23,5-də olanda 23,5 düşür. Cənub 90-da, cənub 23,5-də olanda. Sxemdə verilmiş hansı məntəqələrdə fəsil dəyişkənliyi aydın müşahidə edilir? Fəsil dəyişkənliyi mülayim işıqlanma qurşağında aydın müşahidə edilir. Mülayim işıqlanma qurşağı 23,5 ilə 66,5 arasında olur. Ona görə biz burada 2, 4 və 6 rəqəmlərini seçməliyik. Bakı şəhəri 40 dərəcə cənub enliyi və 50 dərəcə şərq uzunluğunda yerləşsəydi, aşağıdakılardan hansı müşahidə olunardı? Bakı 40 şimaldadır hal-hazırda, deyir 40 cənubda olsaydı nə baş verərdi? Ən soyuq günlər yanvar ayında olardı. Xeyr, yanvar ayında cənub yarımkürəsində yay olur. Bu yanlışdır. Ən uzun gündüz 22 dekabrda müşahidə olunardı. Bəli, çünki cənub yarımkürəsində ən uzun gündüz 22 dekabrdadır. Günəş ən cənubda olur. Payız fəsli 23 sentyabrda yox, 21 martda başlayardı. Günəş 22 iyunda ümumiyyətlə heç vaxt zenitdə olmur 40 dərəcədə. Ən qısa gecə 22 iyunda olmazdı. Ən uzun gecə olardı. Çünki cənubda olsa şimalda olur 22 iyunda. Bu zaman gecə uzun olardı. Hansı məntəqələrdə ildə bir dəfə günəşin çıxma və batma hadisəsi baş verir? Təbii ki, burada biz qütb, coğrafi qütbləri seçməliyik. Yəni ildə bir dəfə çıxır, 6 ay gecə, 6 ay gündüz davam edir. Arası kəsilmir. Ərazinin daha çox istilik alması üçün günəş şüaları hansı bucaq altına düşməlidir? Təbii ki, burada ən böyük bucaq altına düşənləri seçməliyik. 75, 60 və 82. Şimal qütb işıqlanma qurşağında yerləşən adalar, Şimal Buzlu Okeanda yerləşənləri seçək. Newfoundland mülayimdədir, İrlandiya mülayimdədir, Kuril mülayimdədir, Aleut yenə mülayimdədir. Cavab burada Spitsbergen, Frans Yosif və Ellesmere adalarıdır ki, onlar Şimal Buzlu Okeanda qütb işıqlanma qurşağında yerləşirlər. Londondan hansı istiqamətdə yerləşən məntəqələrdə günəş zenitdə ola bilməz? Təbii ki, burada şimalda və şimal-şərqdə variantını seçməliyik. Çünki heç Londonun özündə də günəş zenitdə ola bilmir. Ondan cənubdakı hər hansısa bir məntəqədə ola bilər, amma şimalda yerləşən bir məntəqədə ola bilməz. Çünki London mülayim işıqlanma qurşağına düşür. Yeni Zelandiyadan hansı istiqamətdə yerləşən məntəqələrdə günəş zenitdə ola bilməz? Yeni Zelandiya cənub mülayim işıqlanma qurşağındadır. Ondan cənubdakı məntəqələrdə günəş zenitdə ola bilməz. Cənub və cənub-şərq. Hansı coğrafi enlikdə qütb ulduzu görünmür? Qütb ulduzu yalnız şimal yarımkürəsində görünür. Görünmürsə, deməli məntəqə cənubdadır. Bu da 50 dərəcə cənub enliyi. Qütb ulduzu müşahidə olmadığı materiklər, deməli bu materiklər yalnız cənub yarımkürəsindədirlər. Avstraliya və Antarktida materiklərini seçməliyik. Üç işıqlanma qurşağında yerləşən və günəşin bütün il boyu zenitdə olduğu materik. Günəşin bütün il boyu zenitdə olduğu bir dənə materik var cəmisi, o da Afrika materikidir. Çünki Afrika materiki həm şimal, həm cənub tropiki tərəfindən kəsilir. Yəni günəşin zenitdə olduğu bütün enliklərdə Afrika var. Həm də işıqlanmadadır bir tropik, bir şimal mülayim, bir cənub mülayim.
50 dərəcəlik şimal paraleli üzrə 90 dərəcə azimutda hərəkət edən səyyah qütb ulduzunu özündən hansı tərəfdə görür? Bu tutaq ki, 50 dərəcəlik paraleldir. Burada 90 dərəcəlik azimutdan hərəkət edir. Yəni şərqə doğru, üzü bu tərəfə. Qütb ulduzu da yalnız şimal qütbündə olur. Deməli, üzü belə getsə 90-da, qütb ulduzu onun solunda qalacaq. Günəş 22 dərəcə cənub əyində zenitdə olarkən 79 dərəcə şimal əynində nə baş verir? 22 dərəcə cənub əyni ilə 79 dərəcə şimal əyni arasında 101 dərəcə məsafə var. Təbii ki, günəşin şüaları gedib ora çatmayacaq. Çünki günəş maksimum 90 dərəcə vura bilir. Deməli, 79 dərəcə şimal əynində qütb gecələridir. Yəni günəş çıxmır. 21 martdan başlayaraq hansı məntəqədə qütb gündüzü müşahidə olunur? 21 martdan sonra Günəş şimal yarımkürəsinə keçir. Nəticədə şimal coğrafi qütbündə qütb gündüzləri başlayır. Burada biz şimal qütbü variantını seçməliyik. 23 sentyabrdan başlayaraq hansı məntəqədə qütb gecələri müşahidə olunur? 23 sentyabrdan sonra Günəş cənuba keçir. Qütb gecəsi deyirsə, yenə şimalda qütb gecəsi olacaq. Çünki Günəş cənubdadır. Yay gün dönümündə günorta vaxtı Bakı şəhərinə günəş şüaları hansı buzaq altında düşər? Yay gün dönümü 22 iyunda günəş 23,5 dərəcə cənub enliyində, şimal enliyində zenitdə olur. Bakı isə 40 dərəcə şimal enliyində yerləşir. Gəlin düsturu qoyaq yerinə, hesablayaq. Düsturumuz belədir. 90 çıxaq, günəşin olduğu enlik, daha doğrusu coğrafi enlik 40 dərəcə şimal enliyi, günəşin olduğu enlik çıxaq günəşin olduğu enlik. Çünki ikisi də eyni yarımkürədədir. İkisi də şimaldırsa çıxacaq. Biri şimal, biri cənub olsa toplayacağıq. Bərabərdir, hesablayaq. 90 çıxaq, 40 çıx 23,5 eləyir 16,5. 90-dan da 16,5 çıxanda eləyir 73,5. Bu həm də Bakıya günəş şüaları maksimum düşmə bucağıdır. Ümumiyyətlə bunu əzbər bilsəz yaxşı olar. Minimumu da 26,5-dir. Ekvatorda il ərzində günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı, bunu bayaq da dedik, 66,5 dərəcədir. Çünki günəş ekvatordan maksimum 23,5 dərəcə uzaqlaşır. 90-dan da 23,5 çıxanda 66,5 edir. Qış gün dönümü günü, yəni 22 dekabrda günəşin zenitdə olduğu enlikdə, yəni 23,5 cənub enliyi. Enliklə Bakı şəhəri arasında ən qısa məsafə. Günəş 23,5 cənubdadır, Bakı isə 40 dərəcə şimaldadır. Biri şimal, biri cənub olduğu üçün toplayırıq, eləyir 63,5 dərəcə aradakı məsafə. Meridian xətti üzrə isə bunu 111-ə vuraraq aradakı məsafəni tapa bilərik. Bu da eləyəcək 7048,5 dərəcə kilometr. Xəritə sxemə əsasən yay gün dönümündə, yəni 22 iyunda günəş şüaları müvafiq olaraq daha böyük, deməli şimal tropikinə yaxındır, şimaldadır. Çünki 22 iyunda günəş şimalda olur və daha kiçik, deməli məntəqələr cənubda olacaq. Bucaq altına düşdüyü məntəqələr. 1-ə şimaldakılar 1,3,5, 2-yə cənubdakılar 2, 4, 6-nı seçə bilərik. 33. Xəritə sxemə əsasən qış gün dönümündə, yəni 22 dekabrda günəş cənub yarımkürəsində olur. Günəş şüalarının daha böyüksə deməli məntəqələr cənubdadır, 1, 3, 5 və daha kiçik isə məntəqələr şimaldadır, 2, 4, 6. Bucaq altına düşdüyü məntəqələri seçin, yenə 1, 3, 5, 2, 4, 6. Günəş şüalarının yaz gecə gündüz bərabərliyi günü, yəni 21 martda Günəş bu vaxt ekvatorda olur, 21 martda. Günorta vaxtı 60 dərəcə bucaq altına düşdüyü şimal və cənub yarımkürəsində eyni meridian üzərində yerləşən məntəqələr arasındakı ən qısa məsafə, bura kimi oxudum, dayandım. Birinci bu məntəqələri tapaq. Yay gün, bu 21 martda Günəş ekvatorda olur. Günəş ekvatora 90 dərəcə bucaqla düşür.
Hər hansısa bir yerə 60 dərəcə uzaqla düşməsi üçün həmin yer buradan 30 dərəcə uzaqda olmalıdır. Yəni 30 dərəcə şimalda, 30 dərəcə cənubda. Deməli, iki məntəqəni tapdıq. Biri şimalda, biri cənubda 30 dərəcə. Eyni meydan üzərindədirlər. Bunlar bir xəttin üstündədirlər. Bunlar arasındakı ən qısa məsafəni biri şimal, biri cənub olduğu üçün bunları toplamalıyıq. 30 plus 30 eləyir 60 dərəcə. Ən qısa məsafəni tapanda vururuq 111-ə, eləyir 6660 kilometr. Aha, bu ən qısa məsafə 20 milyon miqyas xəritədə neçə santimetrdir? Deməli, həqiqi məsafəmiz 6660-dır. Xəritəmizin miqyası 20 milyondur. Xəritədəki məsafə tapılanda həqiqi bölünür xəritədəki miqyasa, amma 5 sıfır çıxandan sonra. 6660-ı 200-ə böləndə eləyir 33,3 santimetr. Cavab A variantı. Deməli, biz burada nə etdik? 21 martda günəşin ekvatorda olduğunu tapdıq. Yəni, yaz gecə gündüz bərabərlik günündə. Ekvatora 90 düşürsə, hər hansısa bir 60 düşməsi üçün həmin yerlər buradan 30 dərəcə uzaqda olmalıdır. Həm şimalda, həm cənubda ola bilər. Biri şimal, biri cənub olduğu üçün topladıq 60 dərəcə, vurduq 111-ə tapdıq 6660 kilometr. Onu da miqyasa bölüb xəritədəki məsafəni tapdıq. Günəşin il boyu günorta vaxtı üfüqün şimal tərəfində göründüyü ölkələr. Günəşi həmişə şimalda görürsə, deməli məntəqələr cənub yarımkürəsindədir və tropikdə deyil. Çünki tropikdə olsa, cənubuna da keçə bilər günəş. Deməli, bunlar mülayim işıqlama qurşağında cənub yarımkürəsində ölkələrdir. Şimal yarımkürəsində yerləşən Monqolistan, Misir, Meksikanı atanda elə avtomatik cavab çıxır. Lesoto, Yeni Zelandiya və Uruqvay. Aşağıdakı fikirlərdən qış gündönümü üçün doğru olanlar. Qış gündönümü, yəni 22 dekabr. Günəş olur 23,5 cənub enliyində. İndi doğru fikirləri tapaq. Günəş ekvatorda olur, xeyr. 23,5 cənubda olur. Günəş cənub tropik düzənliyində olur, bəli. Günəş şimal tropik düzənliyində olur, xeyr. Cənub qütb dairəsində qütb gündüzüdür, bəli. Günəş cənubda olduğu üçün cənub qütb dairəsində də qütb gündüzüdür. Cavab 2, 4. 22 iyunda qütb gecələrinin müşahidə olduğu məntəqələr. 22 iyunda günəş şimal 23,5-in üstündə olursa, cənub qütbünə yaxın ərazilərdə qütb gecəsi olacaq. Bu da Z və K hərfləri ilə işarə olunur. 21 mart tarixindən sonra günəş şüalarının düşmə bucağı hansı məntəqələrdə azaldığını müəyyən edin. 21 martdan sonra günəş şimala keçir. Deməli, cənubdakı məntəqələrdə düşmə bucağı azalacaq. Burada M, N hərfləri ilə göstərilən əraziləri seçə bilərik. Elə X-i də seçə bilərik. Çünki ekvatordan da uzaqlaşır. Orada da yavaş-yavaş azalacaq. M, N, X. Otuz doqquz. Yay gündönümü günü, yəni 22 iyun. Günəş 23,5 şimal enliyindədir. Aşağıdakı coğrafi enliklərdən hansında gündüzün uzunluğu daha çox olar? Ən şimalda hansıdırsa onda. Çünki şimal qütbündə qütb gündüzüdür. 24 saat gündüzdür. Deməli, şimal qütbünə ən yaxını seçməliyik. Burada cavab 60 dərəcə şimal. Hansı məntəqələrdə mövsümi fəsil dəyişkənliyi aydın müşahidə edilmir? Mövsümi fəsil dəyişkənliyi mülayim işıqlanma qurşağında aydın müşahidə edilir. 23,5 ilə 66,5-in arasında. Buradan kənarda qalan ərazilərdə aydın müşahidə edilmir. Məsələn, 4 şimal enliyi, 85 şimal enliyi, amma 35, 40, 40, ikisi də 40-dır, 23-66 arasında ədədlərdir. Bunlarda aydın müşahidə olunur. Cavab 1, 3. Burada uzunluğun heç bir aidiyyatı yoxdur söhbətə. Fəsil dəyişkənliyi uzunluqdan yox, enlikdən asılı olan bir şeydir. Yay gündönümündə aşağıdakı məntəqələrin hansında günəş şüalı düşmə bucağı daha böyükdür? Yay gündönümündə günəş 23,5 şimal enliyində olur. Deməli, 23,5 şimal enliyinə yaxın ərazilər seçməliyik. 25 şimal enliyi, 20 şimal enliyi, 30 şimal enliyi. Qalanları onsuz cənubdadır. 1, 3, 5. 30 şimal enliyində yerləşən Lxasa şəhərində günorta vaxtı günəş şüalarının düşdüyü ən böyük bucaq, ən böyük və ən kiçik bucaq.
Deməli, məntəqə 30 dərəcə şimal əyniydədir. Burada. Günəş isə 2:23-ün arasında gedib gəlir. 23,5 şimal və 23,5 cənub. Günəş burada hərəkət edir. Bu 30 şimal enindəki məntəqəyə ən böyük bucaqla təbii ki, ən yaxında olanda, yəni 23,5 şimalda olanda düşəcək. Hesablayaq görək Günəş 23,5 şimaldadırsa, 30 şimala nə qədər düşür? 90 çıxar, coğrafi enlik 30, ikisi də şimaldadır, çıxırıq 23,5, 90 çıxar 6,5 eləyir 83,5. Deməli, ən böyük 83,5 oldu. Ən kiçiyi hesablayaq. Ən kiçik bucaqla ən uzaqda, yəni 23,5 cənubda olanda düşəcək. İndi hesablayaq görək Günəş 23,5 cənubdadırsa 30 şimala hansı bucaqla düşür? 90 çıxar, coğrafi enlik 30, biri şimal, biri cənubdur, toplayırıq. 90 çıxar 53,5, bu da eləyir 36,5. Deməli, ən çox 83,5 düşür, ən az 36,5 düşür. Cavabımız olur Y variantı. 43. Aşağıdakı hansı iki məntəqə üzərində Günəşin zenitdə olma vaxtları arasında fərq daha böyükdür? Aha. B-də ümumiyyətlə Günəş zenitdə olmur. Ona görə B olan variantları silirik. A-D və C-D qalır. A-da olur 22 iyunda, D-də olur 22 dekabrda. Arada 6 ay müddət var. Ona görə A-D hələ ki ən ideal variant. CD-də isə, məsələn, C-də olur 23 sentyabrda, sonra düşür 22 dekabrda D-yə. Burada aradakı müddət 3 ay olur. Amma tutaq ki, biz C-ni 23 sentyabrla yox, 21 martla götürsək, 21 martda da Günəş ekvatorda zəifdə oluraq. Gedəcək sonra 22 iyunda bura. Sonra qayıdacaq 23 sentyabrda bir də ekvatora, sonra 22 dekabrda gələcək D-yə. Aradakı müddət artıq 9 ay olacaq. Yəni belə hesablasaq əslində cavab C variantı çıxar. Tərsini hesablasaq. Amma bu sualın cavabını A variantı götürüblər testdə cavablarda. Mənim fikrimcə isə burada, yəni 21 martla da hesablaya bilərik də. Burada 23 sentyabrla hesablanıb sırf. Amma 21 martdan hesablasam C-dən D-yə 9 aya gedib çıxacaq Günəş. Yəni A-dan D-yə getdiyindən daha uzun bir müddətə. Ona görə biraz bu testdən şübhəliyəm. 23 sentyabr tarixində Günəş şüalarının daha kiçik bucaq altında göründüyü məntəqələr. 23 sentyabrda Günəş ekvatorda olur. Daha kiçikdirsə ekvatordan ən uzaqda olan M və T məntəqələrini seçməliyik. Eyni coğrafi uzunluğa malik olan Günəşin zenitdə ola bildiyi hansı məntəqə arasında məsafə daha qısa olar? Eyni coğrafi uzunluqdadılar. Günəş zenitdə ola bilir. Məntəqə arasındakı məsafə daha qısadır. Deməli, bunun üçün paralel ən qısa olmalıdır. Ən qısa paraleldə ekvatordan ən uzaqda yerləşən paraleldir. Yəni, paralel nə qədər qısadırsa, vaxt fərqi də o qədər az olacaq. Ekvatordan ən uzaqda yerləşən paralellər isə burada 23,5-lər olacaq təbii ki. Amma deyəsən bunu bu məntiqlə demir. Eyni coğrafi uzunluğa malik. Aha, eyni coğrafi uzunluqdadırlar. Bir meridian üstündədirlər. Günəşin zenitdə ola bildiyi hansı məntəqə arasında məsafə daha qısadır? Hə, bunu meridian xətti üzrə hesablamalıyıq. Yox, bunu səhv düşünmür. Bir xəttin üstündədirlər və aralarında məsafə daha qısadır. Təbii ki, burada ən yaxın paralelləri seçməliyik. Bunların ikisinin arası 47 dərəcə edir. Bunların ikisinin arası 13,5 dərəcə edir. Bu ikisinin arası 33,5 dərəcə edir. Bu ikisinin arası 40 dərəcə edir. Bu ikisinin arası 23,5 edir. Ən az 13,5 ilə B variantı idi. 45-ci sual cavab B-dir. Hansı məntəqələrdə
İldə 2 dəfə günorta vaxtı şaquli obyektlərin kölgəsi itir. Kölgənin itməyi üçün günəş gərək zenitdə ola həmin yerdə. Yəni günəş düz təpədən vura ki, kölgə olmaya. Deməli soruşur ki, hansı məntəqələrdə günəş ildə 2 dəfə zenitdə olur? Təbii ki, tropiklərin arasında, 23-lərin arasında 15 D, 0 C və 5 M. C, D, M. M, C, D. Sxemdə verilən hansı məntəqələrin üzərində günəş zenitdə olmur? Tropiklərdən kənarda yerləşənlər seçəcəyik. L, M və K. Günəş hansı paralel üzərində zenitdə olduğu zaman günorta vaxtı onun şüaları Bakı şəhərinə 26,5 dərəcə bucaqdan düşür. Gəlin düsturu qoyaq yerinə tapaq. 90 çıxaq. Bakı şəhəri 40 dərəcə şimal eləyir. Günəşin harda olduğunu bilmirəm. Plus minus x. Amma düşmə bucağını bilirəm. Bərabərdir 26,5. 40 plus minus x. Niyə həm plus həm minus yazdım? Çünki bilmirəm cənubdadır ya şimalda. 90-dan 26,5-i çıxırıq. 40 plus minus x bərabərdir 73,5. 40-dan nəsə çıxıb 73,5 ala bilmərəm da. Deməli bu 40 plus x imiş. Plus olanda da avtomatik x cənub yarımkürəsinə düşür. Çünki 40 şimal enliyindədir Bakı şəhəri. Üstə gələkdən istifadə olunubsa, deməli x cənub enliyində olmalıdır. Burada da x-i tapanda 73,5-dən 40-ı çıxırıq. X bərabərdir 23,5 cənub enliyi, yəni cənub tropiki. Günəş hansı paralel üzərində zenitdə olduğu zaman Bakı şəhərinə 73,5 bucaqdan düşür. Yəni qoyaq düsturu hesablayaq. 90 çıxaq. Bakı 40 dərəcə şimal enliyi. Günəşin harda olduğunu bilmirəm. Plus minus x bərabərdir, amma düşmə bucağını bilirəm. 73,5. 40 plus minus x 90 çıxaq 73,5. 40 plus minus x bərabərdir 26,5. 40-ın üstünə nəsə gəlib 26 ala bilmərəm. Deməli, bu 40 çıxaq x imiş. Çıxaq olanda x də avtomatik şimal yarımkürəsində olmuş olur. Çünki 40 şimaldaydı. X də eyni yarımkürədə olanda çıxaqdan istifadə olunur. X bərabərdir 40 çıxaq 26,5. X bərabərdir 23,5 şimal enliyi. Yəni şimal tropik xətti. 22 iyunda gündüzün uzunluğunun azalmasına görə məntəqələr. 22 iyunda günəş 23,5 şimal enliyində olur. Ən uzun gündüz şimal qütbündə müşahidə olunur. 24 saat gündüz olur. Ona görə də şimal qütbünə ən yaxında gündüz ən uzun olacaq. Yəni 1 rəqəmində. Sonra isə cənuba doğru azala-azala gələcək. 1, 2, sonra 4, sonra 3, sonra 5, sonra 6. 1, 2, 4, 3, 5, 6. Cavab B variantı. Günəş 23,5-də zenitdə olsa da, qütb gündüzü qütbdədir. Yəni, ən uzun gündüz qütbdə götürülür. 23,5-də yox. Çünki orada paralel qısadır. Hər tərəfi işıqlana bilir. Davam edirik 52-ci sualla. Verilən dərəcə toruna əsasən gecə gündüzün adi növbələşdiyi, yəni qütb olmasın. Adi növbələşdirsə qütb olmasın. 66,5-dən o tərəfə olmasın. Bütün fəsillərin zəif müşahidə olunur. Zəif müşahidə olunursa, deməli mülayim də deyil. Çünki mülayimdə aydın müşahidə olunur. Deməli bu qütb deyil, mülayim deyil. Söhbət tropik işıqlanma qurşağından gedir. Tropik işıqlanma qurşağında yerləşməsi üçün də enliyi 23-lərin arasında olmalıdır. 0-23 arası. 0-23 arası da ikinciyə düşür. 0-20 və başqa hansına düşür? Başqa heç birinə düşmür əslində. Amma ən yaxın variant kimi 1-i götürə bilərik. Çünki tam olaraq tropik işıqlanma deyil, həm tropik, həm mülayimin bir hissəsinə düşür. Amma tropikə ən yaxın budur. Bu 45-55, 70-80, 35-45-dənsə 20-30-u götürə bilərik. Ona görə cavab 1-2.
Verilən dərəcə toruna əsasən gecə-gündüzün adi növbələşdiyi, yəni qütb olmasın və fəsillərin aydın müşahidə olduğu, yəni mülayim işıqlanma qurşağı olsun. Mülayim işıqlanma qurşağı da 23-66 arasıdır. 23.5-66.5. Ona görə burada bu 15-i çıxırıq, bu 10-u çıxırıq, bu 70-80 qütbdür. Bunları da çıxırıq. 35-45, 40-50. Bunları seçirik. 23.5-66.5 arası. Yay gün dönümündə günorta vaxtı günəş şüalarının daha böyük bucaq altına düşdüyü paytaxt şəhər. Yay gün dönümü deyirsə, deməli günəş 23.5 şimal enir. Deməli biz burada 23.5 şimal enindən yaxın paytaxtları seçməliyik. Məsələn, Canberra, Avstraliya cənub yarımkürəsində. Atırsan gedir. Santiago, Çili cənub yarımkürəsində. Atırsan gedir. Buenos Aires, Argentina cənub yarımkürəsində. Bunu da atırıq. Qalır Karakas, Vaşinqton, Daşkənd, Havana, Dəkkə, Qahirə. Bunlardan hansı 23.5-ə yaxın olar? Təbii ki, Havana, Dəkkə, Qahirə. Havana Kubadır, Dəkkə Banqladeş, Qahirə də Misir. Bunları elə tropik xəttin yaxın ərazilərdir. Amma məsələn Vaşinqton uzaqdadır. 40 dərəcə şimal enliyindən biraz yuxarıdadır. Daha uzağa düşür 23.5-dən. Ona görə bu da olmayacaq. Qış gün dönümündə günəş şüalarının daha böyük bucaq altına düşdüyü paytaxt şəhər. Qış gün dönümündə günəş 23.5 cənubda olur. Deməli biz burada cənub yarımkürəsində yerləşən paytaxtları seçməliyik. Məsələn, New Delhi Hindistan şimaldadır. Pekin, Madrid şimaldadırlar. Çin və İspaniya. Pekin, Astana şimaldadır. Qazaxıstan, Çin. Pekin yenə Çin şimaldadır. Bunlar çıxırıq. Qalır Avstraliyanın paytaxtı Canberra, Çilin paytaxtı Santiago, Braziliyanın paytaxtı Braziliya cənub yarımkürəsinə daha yaxındırlar. Cənub tropik xəttinə daha doğrusu. Günəş şüalarının günorta vaxtı düşmə bucaqlarının verildiyi sxemlərin aid olduğu günü müəyyən edin. Deməli, ekvatora 66.5 düşür. Bu minimumdur ekvator üçün. Deməli, günəş tropiklərdən hansındasa zenitdədir. 30 şimala 83 düşür. Çox düşür həddindən artıq. Deməli, günəş şimal yarımkürəsindədir. Yəni, şimal tropikindədir. 66.5 şimalda 47. Bəli, bunu təxmin eləmək olurdu. Onsuz da şimal tropikindədir. Günəş şimal tropikində olan günə də yay gün dönümü deyilir. 22 iyun. Günəş şüalarının günorta vaxtı düşmə bucaqlarının verildiyi sxemlərin aid olduğu gün. Deməli, ekvator 66.5 minimum düşürsə, günəş 23-lərin hansınsa birinin üstündədir. 23.5 şimala 43 dərəcə düşür, 90 düşmürsə, deməli 23.5 cənubdadır günəş. 23-lərin birinin üstündə idi çünki. 66.5-də 47 düşər cənubda. Günəş cənub tropikindədirsə, həmin günə qış gün dönümü deyirik. Əgər günəş 10 dərəcə cənub enliyində zenitdə olarsa, 50 dərəcə cənub enliyində dayanan müşahidəçi günəşin hansı istiqamətdən çıxdığını görər. Deməli, günəş 10 dərəcə cənub enliyindədir. Müşahidəçi 50 dərəcə cənub enliyindədir. Günəş şərqdən çıxır. 10 dərəcə cənub enliyi 50 cənubdan şimalda yerləşir. Deməli, günəş şimal və şərqdən çıxacaq. Buludsuz havada gecə vaxtı qütb ulduzunun şimal yarımkürəsində 180 dərəcə azimutla hərəkət edən turistlərdən hansı tərəfdə göründüyünü müəyyən edin. Deməli, qütb ulduzu 90 dərəcə şimal enliyinin üstündə olur. Ən şimalda olur. Burada bir ulduz var. Bu turistlər də cənuba doğru 180 azimutla hərəkət edir. Ulduz bunların arasında qalacaq? Təbii ki, arxasında. Kür-Araz ovalığına səyahətə çıxan turistlərin kölgəsi günorta vaxtı onların hərəkət istiqamətinə uyğun gəlirsə, turistlərin hansı istiqamətdə hərəkət etdiyini müəyyən edin. Azərbaycanda günəş həmişə cənub istiqamətdən görsənir. Ya cənub-şərq, ya cənub, ya cənub-qərb. Günorta vaxtı deyirsə, deməli günorta saat 12-də günəş düz cənubdan vurur. Günəş düz cənubdan vurur və bu insanların kölgəsi hərəkət istiqamətlərinə düşürsə, deməli bu insanlar şimala doğru gedirmişlər. Günəş bunlara cənubdan vurur, kölgələri də önlərinə düşür. Hərəkət istiqamətlərinə düşür. Deməli bu insanlar şimala doğru hərəkət edilmişdir.
61. Günəş 10 dərəcə şimal enliyində zenitdə olarkən hansı coğrafi enlərdə qütb gecəsi olar? Günəş 10 dərəcə şimal enliyindədirsə, deməli cənubdakı enlikləri seçməliyik hökmən. Burada 80 şimal və 75 şimalı atırıq. Hə, qaldı yerdə 85, 86, 89, 70. Təbii ki, məntiqlə götürsək, əgər 70-də qütb gecəsidirsə, 85-də də qütb gecəsi olmalıdır. Yəni mən burada 70-i götürüb 85-i götürməyə bilmərəm. Ona görə də elə 86, 85, 89-u məntiqlə götürə bilərəm. Amma belə dəqiq bilmək istəyirsinizsə, 10 dərəcə şimal enliyinə günəş zenitdədirsə 90 dərəcə uzağa işığı çatmayacaq. Yəni 80 dərəcə cənub enliyindən etibarən işıq çatmayacaq və 80 cənubdan daha cənubdakı əraziləri burada götürməliyik. Günəş 20 dərəcə cənub enliyində zenitdə olarkən hansı coğrafi enliklərdə qütb gündüzüdür? Təbii ki, cənub qütbünə yaxın ərazilər götürməliyik. Burada şimal variantlarını atırıq. Elə yerdə qalır 2, 4 və 6. Günəş cənubdadırsa, cənubda da qütb gündüzləri olacaq. İl ərzində Bakı şəhərinə günorta vaxtı günəş şüalarının ən böyük və ən kiçik düşmə bucağı nə qədərdir? Deməli, bura Bakıdır. 40 dərəcə şimal. Günəş hərəkət edir 23,5 şimal və 23,5 cənub arasında. Bakıya ən böyük bucaqla düşməsi üçün gərək Bakıya ən yaxın ola, yəni 23,5 şimalda ola. Hesablayaq görək günəş 23,5 şimaldadırsa Bakıya hansı bucaqla düşər? 90 çıxaq, coğrafi enlik 40, ikisi də şimalda olduğu üçün çıx 23,5 bərabərdir 90 çıx 16,5 bərabərdir 73,5. Deməli, ən böyük 73,5-dir. İndi ən kiçiyi tapaq. Ən kiçik olması üçün gərək ən uzaqda ola. Ən uzaqda olur 23,5 cənubda. İndi tapaq görək günəş 23,5 cənubdadırsa Bakıya hansı bucaqla düşür? 90 çıxaq 40 üstə gələ 23,5. Çünki biri şimal, biri cənubdur. 90 çıx 73,5 yox 63,5. 63,5 bərabərdir 26,5. Deməli, minimumu 26-dır, maksimumu 73,5. Bunu ümumiyyətlə əzbər bilsəniz yaxşı olar. Hər dəfə hesablamayın. Bakının maksimumu 73,5, minimumu 26,5-dir. Aradakı fərq də 47-dir. Bütün mülayim işıqlanma quşağında ümumiyyətlə 47 olur aradakı fərq. Yay gün dönümündə günəş şüalarının 90 dərəcə bucaq altına düşdüyü məntəqə, söhbət 23,5 şimal enliyindən gedir. Çünki yay gündönümü günəş orada olur. Məntəqə ilə şimal qütb dairəsi arasında dərəcə fərqi. Şimal qütb dairəsində 66,5 şimal enliyi. Bunlar arasında dərəcə fərqi 66,5 çıx 23,5 bərabərdir 43 dərəcə Y variantı. Altmış beş. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Deməli, birinciyə baxırıq ki, Avrasiya əyilib günəşə doğru. Günəş Avrasiyaya yaxşı vurur. Deməli, günəş şimaldadır. Bu 22 iyundur. Yəni, yay gündönümü. Burada isə Afrikanın cənubu günəşə tərəf əyilib. Deməli, günəş cənubdadır. Bu isə 22 dekabrdır. Qış gündönümü. Şimal qütb dairəsində qütb gecəsidirsə, deməli, günəş cənubda olmalıdır. Bu uyğundur ikinciyə. Yerin günəş ətrafında meyilli hərəkətin nəticəsidir ikisi də. 22 dekabr tarixinə ikinci uyğun gəlir. Günəş şimal tropik üzərində zenitdədir birincidə. İl ərzində bir dəfə müşahidə olunur ikisi də. Yay gündönümü günüdür birinci. 4-6, 1-3, 2-5. Eyler-Venn diaqramına əsasən günəşin il boyu günorta vaxtı üfüqdə görünmə xüsusiyyətinə görə ölkələri müəyyən edin. Deməli, günəşi il boyu şimalda görür. Deməli, həmişə bu cənubdadır bu ölkə. Amma cənub mülayim işıqlanmadadır. Çünki tropikdə olsa gərək həm şimalda, həm cənubda görə. Cənub mülayim. Həmişə cənubda görürsə, deməli, şimal mülayim işıqlanma quşağındadır. Şimal mülayim. Həm şimalda, həm cənubda görürsə, deməli, tropik işıqlanmadadır da. Günəş həm şimalına keçir, həm cənubuna.
Deməli, cənub mülayimdə olar Yeni Zelandiya və Uruqvay. Yox, bura hələ cənub mülayim. Şimal mülayimdə olar Özbəkistan və Türkiyə. Tropikdə isə olar Kolumbiya və Malayziya. 2, 3, 1, 5, 4, 6. Yay gündönümü günü, qış gündönümü günü. Günəş 23,5 şimaldadır, Günəş 23,5 cənubdadır. Günəş şüaları günorta vaxtı ekvatora 66,5 bucaqla düşür ikisində də. Çünki ikisində də 23,5 uzaqlıqdadır. Şimal qütbü arasında qütb gündüzsə, deməli Günəş şimaldadır, yay gündönümü. Şimal qütbü arasında qütb gecəsə, deməli Günəş cənubdadır, qış gündönümü. Bakıda gündüzlər gecədən uzun, gündüzlər gecədən qısadırsa, gündüz azdırsa, deməli Bakıda qışdır da, qış gündür. Günəş cənubdadır. Ekvatorda gecə-gündüzün uzunluğu bərabərdir il boyu. Yəni ikisindədir. Londonda gündüzlər gecədən uzundur, deməli Günəş şimaldadır, London şimalda olduğu üçün onda olur yay gündür. 2, 6, 3, 4, 1, 5. D variantı. Sxemi tamamlayın. Günəş zenitdə olmur. Deməli, tropik işıqlanmada deyil. Qütb ulduzu görünmür. Deməli, cənub yarımkürəsindədir. 22 gündə gecənin uzunluğu 24 saatdır. Deməli, cənub qütb dairəsidir. Əgər 24 saat gecə olursa. Yay gündönümündə, yəni 22 iyunda Günəş 23,5 şimal enində olur, yazılmış. Şimal yarımkürəsində Qrinviç meridianı üzərində Günəş şüalarının günorta vaxtı düşmə uzağı 47 dərəcə olan məntəqədən oxudum, dayanıram. Gör mənə bu məntəqə hansı məntəqədir? Günəş 23,5 şimal enliyindədir və bu məntəqəyə Günəş şüası 47 dərəcə bucaqla düşür. Gəl tapaq. 90 çıxaq. Coğrafi enliyi bilmirəm. X plus minus 23 nöqtə. Yox. Hələ bilmirəm şimalda deyəcəm. Amma şimal yarımkürəsi yazıb bura. Günəş də şimaldadır. Onda minus. X minus 23,5 bərabərdir 47 dərəcə. X minus 23,5 90 çıx 47 eləyir 43. X bərabərdir 43 üstə gəlir 23,5 66,5 şimal enliyi. Deməli, söhbət 66,5 şimal enliyindən gedir. Yazıram bura. Məntəqədən səyyahlar əvvəlcə 0, sonra 180 azimutla 6660 km yol getdilər. Deməli 66,5 şimal enliyində. Birinci 0, yəni üzü yuxarı. Sonra 180, yəni üzü aşağı. Bu qütbü keçib yəqin ki. Bax 6660 km 60 dərəcə edir. Bölürsən 111. 66,5-dən də 60 dərəcə şimala getmək mümkün deyil. 23,5 dərəcə sonra çatırsan qütbə 90-a. Qütbə çatdınsa yer kürəsinin o tərəfinə tullanmalısan. Elə bil bu qlobus deyil. Bu üzündən gəlirdin, keçirsən o bir üzünə. Qütbə aşırsan. 60 dərəcənin 23,5-i 90-a qədər getdi. Yerdə qaldı 36,5. 36,5 dərəcə keçirsən digər tərəfə. 90-dan da 36,5 çıxanda 53,5 dərəcə şimal enliyi alınır. Deməli, çatdım 53,5 şimal enliyinə. Qrinviçin üstü ilə gedirdim. Qrinviçin əks meridianı hansı meridiandır? 180 dərəcəli meridian. Qütbü keçəndən sonra keçəcəm 180 dərəcəli uzunluğa. 53 dərəcə şimal enliyi, 180 dərəcəli uzunluq. Verilən əlamətlərin aid olduğu paralel və bu paralelin keçdiyi ölkələr. İşlanma quşağının cənub sərhəddidir. Bütün paralellər ola bilər qütblərdən başqa. İl ərzində günəş şüalarına maksimum düşmə uzağı 47-dir. Max 47-ni indicə hesabladıq da burada 69-da. 66,5-dən söhbət gedir. Amma şimal yoxsa cənub, hələ ona baxacağıq. Bu məntəqədən şimalda qalan bütün ərazilərdə il boyu obyektlərin kölgəsi günorta vaxtı yalnız şimala düşür. Kölgə yalnız şimala düşürsə, deməli günəş həmişə cənubdan vurur.
Günəş həmişə cənubdan vursa, deməli 66,5 şimal enliyindən söhbət gedir. 66,5 şimal enliyi keçdiyi ölkələr İsveç, Finlandiya, Skandinaviya ölkələri. Bakıdan yerin mərkəzindən keçməklə xəyali ox keçirilir. Aha. Bakı hardadır? 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Onun digər ucunun yer səthinə çıxdığı məntəqənin coğrafi koordinatları və bu məntəqəyə aid olan xüsusiyyətləri müəyyən edir. Aha. Deməli, Bakı 40 şimal, 50 şərqdədir. Bura yer kürəsidir. Tutaq ki, Bakı buradadır. Buradan deyir bir ox keçir. Xəyali bir ox girdi buradan. Gedib hardan çıxacaq? O bir tərəfdən. Elə ki, yer kürəsinin digər üzündən. Amma yerin mərkəzindən keçməlidir də bu ox. Yəni dümdüz deyil. Ekvatora doğru getməlidir. Ekvatora doğru gedirsə, o tərəfdən çıxanda cənubdan çıxacaq. Şimal 40-dan giribsə, cənub 40-dan da çıxacaq. Və yerin üzü dəyişdi deyə, yəni bu tərəfdən idi, bu yarımkürədən idi. Keçdi arxadakı yarımkürəyə, şərq olacaq qərb. Yəni 50 şərq uzunluğu keçəcək əks meridian olan 130 qərb uzunluğu. Əks meridian nədir? Elə ki, yerin iki üzü var. Buradakı meridianın digər tərəfdəki davamı, arxadakı davam belə. Bunlar da bir-birindən 180 dərəcə fərqli olur. 50 şərqdən də 180 dərəcə fərq olan 130 qərbdir. Bunların ikisinin cəmi 180-dir, biri şərqdir, biri qərb. Deməli 40 cənub, 130 qərbdən söhbət gedir. Oxun çıxdığı enlik oradır. 40 cənub, 130 qərb birinci məntəqə eləyir. Buna uyğun xüsusiyyətlər də mülayim işıqlanma quşağında yerləşməsidir. Yaz gecə gündüz bərabərliyi gündə günəş şüalarının günorta vaxtı düşmə uzağı Bakı ilə eynidir. Çünki bu da 40 dərəcədədir. Və ən uzun paraleldən məsafəsi Bakı ilə eynidir. Çünki bu da 40 dərəcədir, Bakı da 40 dərəcə. Günəş 20 dərəcə cənub enliyində zenitdədir. Günorta vaxtı hansı coğrafi enliyə şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna bərabər olar. Kölgənin uzunluğu dirəyin öz uzunluğuna o vaxt bərabər olur ki, Günəş ona 45 dərəcə bucaqlanmış. Günəş 20 dərəcə cənub enliyindədirsə, hara 45 dərəcə bucaqla vurar? 45 dərəcə uzağa. Çünki 20 dərəcə cənub enliyindədirsə, deməli bura 90 dərəcə düşür. Hər hansısa bir yerə 45 dərəcə düşməsi üçün həmin yer buradan 45 dərəcə uzaqda olmalıdır. Ya 65 dərəcə cənub enliyində olmalıdır, ya da 25 dərəcə şimal enliyində olmalıdır. Yəni 20 dərəcə cənub enliyindən 45 dərəcə uzaqda. Bu da burada cavab var. 25 dərəcə şimal enliyi. Niyə 25? Çünki 20 dərəcə gedib ekvatora çatırsan, yerdə 25 dərəcən qalır. Keçirsən şimala. Yetmiş üç. Miqyası 1/7 milyon olan xəritədə yay gün dönümündə, yəni Günəş 23,5 şimal enliyində olanda, Günəş şüalarının eyni bucaqla düşdüyü məntəqələr arasında məsafə 55,5 santimetrdir. Deməli, miqyas var, xəritədəki məsafə var. Görək bu məntəqə arasında həqiqi məsafə nə qədərdir? Miqyasdan 5 sıfır çıxaq, 70-i vuraq 55,5-ə. 70-i də 55,5-ə vuranda nə edəcək? 350, 3500, 350, 3850, bir də 35. 3885. Vurum görüm düzdür. Bəli, 3885 edir. Deməli, iki məntəqə arasındakı məsafə 3885 kilometrdir. Bu məntəqə arasında gəlin neçə dərəcə məsafə var, onu da tapaq. 3885-i bölək 111-ə. Bu da 35 eləyəcək yəqin ki. Deməli, məntəqə arasında 35 dərəcə məsafə var. Günəş də 23,5 dərəcə cənub şimal enliyindədir. Deməli, məntəqənin biri 23,5-dən
17,5 şimaldadır, biri də 17,5 cənubdadır ki, bunlar arasında 35 dərəcə fərq var da. Yəni biri 23,5-dən 17,5 şimalda, biri cənubda olmalı. 23,5-dən 17,5 şimalda 41 şimaldır, 17,5 cənubda 6 şimaldır. Cavab olur D variantı. Niye biz bunu ikiye böldük 35'i? Çünkü bura eyni bucaqla yazmışdı. Eyni bucaqla düşməsi üçün gərək eyni məsafədə ola. Həm şimala, həm cənuba doğru. Ona görə ikiye böldük. Bir dəfə şimala, bir dəfə cənuba getdik. 35'i parçaladıq. Verilən əlamətlərin aid olduğu coğrafi enliyi müəyyən edin. Günəşin ildə bir dəfə çıxma və batma hadisəsi baş verir. Deməli, bu qütbdədir da, növbələşmir. Bir dəfə çıxır, bir dəfə batır. Yerin öz oxu ətrafında fırlanma zamanı tərpənməz qalır. Deməli, bu coğrafi qütbün özüdür. 90 dərəcəli enlikdir. Paralelin uzunluğu yoxdur deyə orada yer kürəsi fırlanmır. Günəş hər zaman cənubdan vursa, deməli 90 şimal enliyindən söhbət gedir. Bu da şimal coğrafi qütbüdür. Sankt-Peterburq şəhərində günorta vaxtı günəşin düşmə uzağı 6,5-dir. Oxudum, dayandım. Gəlin görək günəş hardadır. 90 çıxaq. Sankt-Peterburq 60 yazıb ora. Günəşin harda olduğunu bilmirəm. Plus minus x bərabərdir 6,5 dərəcə düşür. 60 plus minus x 90 çıxaq 6,5 eləyir 83,5. 60-dan nəsə çıxıb 83,5 ala bilmərəm. Deməli 60-ın üstünə gəlməliyəm. Üstünə gəlirəmsə x avtomatik cənub yarımkürəsinə düşür. Çünki Sankt-Peterburq şimaldadır. Fərqli olmalıdır ki, bunları biz toplayaq. 83,5-dən də 60 çıxanda x alınır 23,5 cənub enliyi. Deməli, Günəş 23,5 cənub enliyindədir. Bu zaman şimal yarımkürəsində hansı fəslin başladığını, qış fəsli başlayır bu zaman şimalda. Günəşin hansı intenzitdə olduğunu 23,5 cənubda olur. A variantı. Qış başlayır şimalda, Günəş də 23,5 cənubdadır. 76. A nöqtəsindən 180 azimutlu 60 dərəcə. A yerləşir ekvatordan yuxarıda 20 dərəcənin üstündə, yəni 20 dərəcə şimal enliyində. 180 azimut deyəndə üzü cənuba gəlməliyəm 60 dərəcə. 20 dərəcə sonra ekvatora çatıram, yerdə 40 dərəcə qalır. Onda düşdüm 40 dərəcə cənub enliyinə. Aha. Daha sonra isə 270 azimutda, yəni qərbə doğru 40 dərəcə. Yerləşirdi 20 şərqdə. 20 dərəcə sonra çatır Qrinviçə. Yerdə 20 dərəcəsi qalır. 40 dərəcə getməlidir. Çatır 20 qərb. Deməli, 40 cənub, 20 qərbdəyəm hal-hazırda. 40 dərəcə gedən müşahidəçinin çatdığı nöqtənin coğrafi koordinatını və saat qurşağını. Coğrafi koordinatı 40 cənub, 20 qərb. Saat qurşağını hələ keçməmişik. Bunu hələ sizə deməyə ehtiyac yoxdur. 23-cü saat qurşağına düşür. İlsat qurşağını da yaxşı tapaq. İlsat qurşağı uzunluğu 15-ə bölməklə tapılır. 20-ni 15-ə böləndə 1 eləyir. Qərb olduğu üçün də 24-dən 1-i çıxırıq. Eləyir 23. Qalıq burada 5 qalır. Qalan qalıq 15-in yarısından azdır deyə 1 də götürdük. Məsələn, burada 10 qalsaydı 1 yox 2 yazacağıq. 24-dən 2 çıxacaqdı. Saat qurşaqlarını daha aydın izah edərəm. 22 iyunda müvafiq olaraq qütb gündüzü. 22 iyunda günəş şimalda olursa qütb gündüzü ayla M-də olacaq. Və qütb gecəsi bu da cənubda olacaq. C ilə K-da. D variantı. 22 dekabrda günorta vaxtı günəş şüalarının ən böyük bucaq altında göründüyü. 22 dekabrda günəş 23,5 cənubda olur. Buralarda bir yerdə. Ən böyük bucaqda da burada görünür. Və bu vaxt qütb gündüzlərinin müşahidə olunduğu müvafiq məntəqələri seçin. Ən böyük bucaqla 4-də görünər, çünki tropikə ən yaxın 4-dür. Qütb gündüzü isə cənub qütbündə olar, çünki günəş cənubdadır. Bu da olur 5-ci məntəqə. 4 və 5.
22 iyunda günorta vaxtı Günəş şüalarının ən böyük uzaq altında göründüyü, yəni 23,5 şimal enliyi və bu vaxt qütb gündüzü müşahidə oldu. Yəni şimal qütbünü seçməliyik. 23,5 şimal enliyi və şimal qütbünü yadımızda saxlayıb sualın davamına. 23,5 şimal enliyinə ən yaxın burada 3 olacaq. Buradan keçir tropik. Şimal qütbünə ən yaxın isə 1 olacaq. 3 və 1. 22 dərəcə cənub enliyi üzərində zenitdədir Günəş. Bakı şəhərinə Günəş şüalarının düşmə uzağını hesablayın. Düsturda qoyaq yerinə hesablayaq. 90 çıxaq, coğrafi enlik 40, Bakı şəhəri. Günəş cənubdadırsa üstə gələ 22, biri şimal, biri cənub oldu. Bərabərdir. 90 çıx 62 bərabərdir 28 dərəcə. B variantı. 21 mart tarixində B məntəqəsində Günəş zenitdə olduğu vaxt. Yerli vaxtı ondan 3 saat irəli olan 3 saatımız 45 dərəcə edir də 1 saat 15 dərəcə. Yəni 45 dərəcə şərqdədir A məntəqəsi B-dən. İrəli olan A məntəqəsi üçün günəşin vəziyyətini göstərən sxemi müəyyən edin. Deməli A B-dən irəlidədir, B-də də günəş zenitdədir. B-də günəş zenitdədirsə, deməli B-də saat 12:00-dur. Yəni belə ortadadır belə desək günəş. Ay sonundan irəlidədirsə, deməli A-da 15:00 oldu. 3 saat irəlidir. Yəni günortanı keçib bu tərəfdədir artıq. A bu tərəfdə olmalıdır. Günəşin təxmin elə B variantında olduğu kimi. Burada öcə axşam düşüb. Burada hələ günortadır. Burada səhər təzə açılıb. Burada günəş indi çıxır. Cavab elə B variantına uyğun gəlir. Günortanı biraz keçsin. 3 saat keçsin. 21 mart tarixində B məntəqəsində Günəş zenitdə olduğu vaxt, Günəş 21 mart tarixində B məntəqəsində zenitdədirsə, deməli B məntəqəsində saat 12:00 oldu. Yerli vaxt ondan 3 saat geri. 3 saat geridirsə, deməli həm məntəqədə saat 9:00 oldu. A məntəqəsi üçün Günəşin vəziyyəti. 9 ise Günəş hələ təzə çıxıb da deməli. Deyə burada Günəş də şərqdən çıxır. Bura olacaq. C variantı. Y-də hələ səhər saat 6 falandır indi. Günəş indi görsənir. Biraz keçsin səhərdə. Yaz gecə gündüz bərabərliyi günü, yəni 21 mart Günəş olur ekvatorda. Bakı şəhərində günorta olduğu zaman, saat 12:00 olduğu zaman. Uyğun olaraq hansı coğrafi uzunluqlarda gecə yarı, səhər və axşam saatdır? Bu saat uşaqları niyə bu qədər salıblar bura? Gecə yarı olmalıdır Bakının əks azimut, əks meridianında. Bakı 50 şərqdədir, yəni 130 qərbdə gecə yarıdır. Yəni 12 saat fərq olmalıdır da belə desək. Ona görə 130 qərb götürdük. 21 martda gündüzün uzunluğu 12 saatdır da, gecə gündüz bərabər olur. Deməli Günəş 6-da çıxır, 18-də batır. Çünki saat 12 orta olmalıdır. 6-dan 12-yə də 6 saat, 12-dən 18-ə də 6 saat. Hansı məntəqədə səhər saat 6 olar? Hansı məntəqə Bakıdan 90 dərəcə geridədirsə? Çünki Bakıda artıq günortadır, burada hələ səhərdir. Bakı 50 şərqdədir, 50 şərqdən 90 dərəcə geri, 40 qərbə düşür. Və axşam çağıdır, bu isə 6 saat irəlidə olmalıdır. 50 şərq üstə 90, 140 şərq. Burada biraz başa düşməkdə çətinlik çəkə bilərsiniz. Saat quşağını keçəndə aydın başa düşəcəksiniz. Niyə 90 dərəcə dedik orada? Çünki 1 saat 15 dərəcədir. 6 saat üçün bizə 90 dərəcə lazımdır. Payız gecə gündüz bərabərliyi günündə. Yəni 23 sentyabrda Günəş ekvatordadır. Coğrafi koordinatları 30 şimal, 30 qərb olan məntəqədə günorta olanda, saat 12:00 olanda. Hansı coğrafi uzunluqda gecə yarı, səhər axşam çağılır? Gecə yarı olacaq əks azimutda, əks meridianda. 30 qərbin əksi 150 şərqdir.
İkisinin cəmi 180, biri şərq, biri qərb. Hansında səhərdir, hansı bundan 6 saat geridədirsə onda. 30 qərbdən 90 dərəcə qərbə gedəcək. Olacaq 120 qərb. 6 saatın 90 dərəcə edir. Çünki 1 saat 15 dərəcə. Hansında axşam çağıdır, 6 saat irəlidə olanda, 30 qərbdən 90 dərəcə şərqə gedəndə 60 şərqə çatırsınız, cavab olur A variantı. Qrafikdə 21 mart tarixində Şimal yarımkərəsində eyni meridian üzərindəki 5 fərqli məntəqədə boyları 1 metr olan uşaqların günorta vaxtı kölgələrin uzunluğu verilir. Deməli 21 martdadır. Günəş ekvatordadır. Bu uşaqlar hamısı şimal yarımkürəsindədir. Eyni meridianın üstündədir. Deməli Günəş buradadır, ekvatorda. Uşaqların hamısı şimaldadır. Biri buradadır, biri buradadır, biri buradadır, biri buradadır, biri buradadır. Belə deyək də bunu. Birinci uşaq, ikinci uşaq, üçüncü uşaq, dördüncü uşaq, beşinci uşaq. Bu uşaqların hər birinin kölgə uzunluğu fərqlidir. Sxemdən belə görürük. Deyək, günəş şüalarının 45 dərəcə bucaq altına düşdüyü məntəqəni müəyyən edir. Uşaqların boyu 1 metrdir. 45 dərəcə bucaqla düşürsə günəş, insanın kölgəsi öz boyuna bərabər olur. Deməli, kölgənin boyu da 1 metr olmalıdır. İndi biz uzunluq burada santimetrlə yazıb. 1 metr 100 santimetrdir. 100-ə hansı uyğun gəlir? A uşaq. Cavab olur A. 45 dərəcə bucaq altına düşəndə kölgə özünə bərabər olur. Yəni kölgə 1 metr olmalıdır. Burada da santimetrlə verir. 1 metr 100 santimetrdir. 100 ilə eyni boyda olan A-dır. Sxemdə göstərilmiş B məntəqəsində gecə olduqdan neçə saat sonra A məntəqəsində gecə olar? B məntəqəsi hanı? 120-dədir B məntəqəsi. 120 bura haradır? Greenwich'i tapa bilsək yaxşı olar. Greenwich. Aha. Bu Şimali Amerikadır. 120, bu da 180. 180. Deməli B 120 şərqdədir. Şey o. Greenwich'dən, çünki yox, qərbdə. Şimali Amerika tərəfdə qərbdə. 120 qərbdədir. A isə Avrasiya ilə eyni xəttdə. Burada 105 şərqdədir. A 105 şərq, B isə 120 qərb. Deyir ki, B məntəqəsində gecə olduqda neçə saat sonra A məntəqəsində gecə olur? Deməli, bunların arasında neçə dərəcə var? 105 şərq, 120 qərb. 180 ilə hesablasaq, 60 dərəcə buradan, 75 dərəcə də buradan. 135 dərəcə. 135 dərəcəni də böləndə 15-ə eləyir 9 saat. Məntəqə arasında 9 saat fərq var. Ona görə elə 9 saat sonra da birində gecə olubsa 9 saat sonra da o birində gecə olacaq. Sxemə əsasən 21 mart tarixində B məntəqəsində günəş batdıqdan neçə saat sonra A məntəqəsində batar? B yenə 120 qərbdədir. A isə bu dəfə 105-də deyil. A bu dəfə oxunmurda 120, 135 şərqdədir. Bu Greenwich'dir. Bu da 180. Aha, bu da 180. İndi B ilə A arasında görək neçə dərəcə var. 120-dən 180-ə 60 dərəcə. 180-dən 35-ə 45 dərəcə. Elədi 105 dərəcə məsafə. 15 dərəcəni də 1 saatsa 105-i 15-ə bölürük, eləyir 7 saat. Yəni B-də günəş batdıqdan 7 saat sonra da A-da batacaq. Çünki ikisinin arasında 7 saat zaman fərqi var.
Çox saat qurşağı saatları burada. Bakı şəhərində yaz gecə-gündüz bərabərliyi günü, yəni 21 mart, günəş ekvatordadır. Günorta olarsa, yəni Bakıda saat 12:00 olarsa. Verilən əlamətlərin aid olduğu məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Məntəqədə gecə yarıdır. Bizdə 12-dir, orada gecə yarıdırsa, arada 12 saat fərq var. 12 saat fərqdə Bakı ilə əks meridianda yerləşən. Bakı 50 şudadır. Əks meridianı düşür 130 qərb uzunluğuna. Deməli, məntəqə 130 qərbdədir. Payız fəsli başlayırsa 21 martda, deməli, məntəqə cənub yarımkürəsinin 130 qərbindədir. Aha. Cənub yarımkürəsinin 130 qərbi olur 40 dərəcə cənub enliyi 130 qərb uzunluğu. A variantı. Sxemə əsasən 5 oktyabr tarixində verilən məntəqələrdə günorta vaxtı günəş şüaları şüacan çoxdan azad. 5 oktyabrda günəş cənub yarımkürəsində olur. Ekvatorda 23 sentyabrda olur. 5 oktyabrda bundan 12 gün sonra da hardasa biraz cənub enliyinə keçəcək. 3-4 dərəcə cənub enliyinə keçəcək. A30 cənubdadır, C60 cənubdadır, B ekvatordadır, D30 şimaldadır. Ən çox düşəcək B-yə, ekvatora ən yaxını. Sonra A daha yaxındır. Çünki günəş cənuba keçib, 30 cənuba daha yaxındır. B-dən sonra gələcək A. Sonra D gələcək. C gəlməyəcək. Çünki C 60-dadır. 30 dərəcədən daha çox məsafə var və günəş ekvatora yaxındır. Yəni burada 50 neçə dərəcə falan məsafə var C ilə günəş arasında. Amma D ilə günəş arasında 30 neçə dərəcə məsafə var. Çünki D 30-dadır. O da ekvatordan biraz uzaqdadır. Ona görə sonra D gələcək. Sonra da C gələcək. Badıc. Şimal yarımkərəsində yerləşən A məntəqəsində günəş şüalarının il ərzində maksimum düşmə ucağı 53,5-dir. Gəlin görək A məntəqəsi hardadır? A məntəqəsi X enliyindədir. Günəş də bura maksimum düşər 23,5 şimalda olanda. Çünki A-nın özü də şimaldadır da. Buna ən yaxın olanda düşər. Hesablayaq görək. 90 çıxaq. Enlik X-dir. Çıxaq 23,5. Çünki ikisi də şimaldadır. Bərabərdir 53,5. X çıxaq 23,5. 90-dan 53,5 çıxanda eləyir 36,5. 36,5-in üstünə 23,5 gələndə olacaq 60. Deməli, X məntəqəsi 60 dərəcə şimal enliyində yerləşirmiş. A məntəqəsi 60 dərəcə şimal enliyində. Bu məntəqədə günəş Bakı şəhərindən 100 dəqiqə tez çıxır. 100 dəqiqə 20 dərəcə edir. Çünki 1 dərəcə 4 dəqiqədir. 100-ü 4-ə böləndə 20 dərəcə. Deməli, Bakıdan 20 dərəcə şərqdədir. Günəş də şərqdən çıxır axı. Bakı 50 şərqdədirsə, bu da 70 şərqdə olacaq. Koordinatını tapın. 60 şimal, 70 şərq. Yox, 75. 100-ü 4-ə böləndə 20 eləmir, 25 eləyir. 50-nin üstünə 25, 75. 60 şimal, 75 şərq. Cavab B variantı. Şimal yarımkürəsində günəşin il ərzində günorta vaxtı minimum görünmə bucağı 16,5 olan. Oxudum, dayandım. Minimumu 16,5-dir. Necə ola bilər? Hələ minimum ən az. Düzdür. Gəlin hesablayaq görə məntəqə hardadır? Şimal yarımkürəsindədir. X məntəqəsi. Minimum düşürsə, deməli günəş 23,5 cənubda götürəcəyik. Yəni ən uzaqda, şimala ən uzaq. Ən az düşür çünki minimum. İndi düsturu qoyaq. 90 çıxaq. X üstə gələ 23,5. Çünki biri şimal, biri cənub. Bərabər də 16,5-ə. X üstə gələ 23,5. 90-dan 16,5 çıxanda 73,5. X bərabər 73,5-dən 23,5 çıxanda 50 dərəcə şimal enliyir. Deməli, məntəqə 50 dərəcə şimal enliyir. 16,5 dərəcə olan
Bakı şəhərinə nəzərən günəşin batmasını 80 dəqiqə gec qarşılayan. Günəş 80 dəqiqə gec batırsa, deməli Bakıdan qərbdədir. Günəş şərqdə çıxır, qərbdə batır. 80 dəqiqəndə 20 dərəcə eləyir. Çünki 1 dərəcən 4 dəqiqədir. 80 bölü 4 20 dərəcə. Bakıdan deməli 20 dərəcə qərbdədir. Bakı 50 şərqdədirsə, bu da 30 şərqdə olacaq. Məntəqənin coğrafi koordinatı 50 şimal, 30 şərq. A variantı. Yay gündönümü günü, yəni 22 iyun, Günəş 23,5 şimal enliyindədir. Günorta vaxtı günəş şüalarının eyni bucaq altında düşdüyü coğrafi enliklər arasında ən qısa məsafə bu miqyasda 33,3-dür. Deməli, miqyas var, xəritədəki məsafə var. Gəlin görək bunlar arasında həqiqi məsafə nə qədərdir? 5 sıfır çıxaq miqyasdan, 90-a vuraq 33,3-ə. 33,3-ü 100-ə vursam 3330 eləyəcək. 3330-dan da 333 çıxsam 2997 eləyəcək. Qovurum görüm düzmü oldu? Bəli, 2997. Deməli, iki məntəqə arasındakı məsafə 2997-dir. Bəs görək neçə dərəcədir? 2997-ni bölək 111-ə. Bu da yəqin ki 27 dərəcə eləyəcək. 27 dərəcə. Deməli, iki məntəqə arasındakı məsafə 27 dərəcədir. Və bu iki məntəqəyə günəş şüaları eyni bucaq altında düşür. Yazıb ki, bura eyni bucaq altında düşür. Günəş də 23,5 şimaldadır. Deməli, məntəqənin biri 23,5-dən 13,5 şimaldadır. Çünki 27-dirsə bunu yarıya bölməliyik də biz eyni düşsün deyə. 13,5 şimala getsəm eləyir 37. O biri də 13,5 cənubdadır. O da eləyir 10. 37 dərəcə şimal enliyi, 10 dərəcə şimal enliyi. Cavab olur B variantı. 27 niyə 2-yə böldüm? Çünki bunlara eyni bucaq altında düşürsə, bunlar 23,5-dən eyni məsafədə olmalıdır. Öz aralarındakı məsafə 27-dirsə, deməli 23-dən biri 13,5 şimaldadır, biri 13,5 cənubdadır ki, ikisi arasındakı məsafə 27 eləyə bilsin. Sxemdə verilən A və B məntəqələrdə il ərzində günəş şüalarının günorta vaxtı minimum düşmə uzağı 60 dərəcədir. Minimum 60-dır, ən az. Deməli, günəş buradan maksimum 30 dərəcə uzaqlaşır da. Günəş də 23,5-lərə doğru gelirsə, ya da gəlin bunu düsturla hesab et. Belə desəm şifahi başa düşməyəsiniz. Deməli, minimum nədir? Ən uzaqda olan 90 çıxaq. X üstə gələ 23,5. Yəni, uzaq variantı seçirəm də əks yarım küre. Bərabər də 60. 90 çıxaq 60 bərabər də 30. 30-dan da 23,5 çıxanda 6,5. Deməli, A və B məntəqələri biri 6,5 şimalda, biri də 6,5 cənubdadır. Aha. Bu məntəqələr arasındakı məsafənin böyük miqyaslı qlobusda neçə santimetrdir? Bu məntəqə arasındakı məsafə 13 dərəcədir. Çünki biri 6,5 cənub, biri 6,5 şimaldır. 13-ü də 111-ə vurub, bunlar arasındakı biz həqiqi məsafəni tapmalıyıq. 13-ü 100-ə vuranda 1300, 10-a vuranda 130, 1430, 1-ə vuranda 13, 1443. Deməli, bunlar arasındakı həqiqi məsafə 1443 kilometrdir. Bu 1443 kilometr böyük miqyaslı qlobusda nə boyda olar? Böyük miqyaslı qlobusun miqyası 30 milyondur. 30 milyon. 1 bölünsün 30 milyon. Zoom nəsə dayandı. Bir neçə saniyə. Hə, burada harda qalmışdıq? Aynen bir 6,5'lerde idi. Arası 13 dərəcə idi. 13 vur 111, 1443 idi. İndi 1443 həqiqi məsafədir. Böyük miqyaslı qlobusun da miqyası 1 bölünsün 30 milyon olur. Qlobusdakı məsafəni tapanda 1443-ü 30 milyondan 5 sıfır çıxıb.
böləcəyik 300-ə. 1443-ü də 300-ə böləndə 4 %81 eləyəcək yəqin ki. Bəli, 4 %81 eləyir. Davam edirik. Bu nə boydadır? 22 iyunda şimal yarımkəsində enliklər üzrə Günəş şüalarının günorta vaxtı düşmə bucağı, qütb ulduzunun görünmə bucağı. 22 iyunda Günəş şimal yarımkəsində olur. Şimal yarımkəsində olursa, ekvatordan deməli, ekvatordan 23-ə doğru artacaq 66,5-dən 90-a. Sonra isə qütbə doğru azalacaq, gedəcək 23,5 dərəcəyə. Qütb ulduzun görünmə bucağı isə ekvatordan qütbə doğru artan sırayla getməlidir həmişə. Görək bu hansına yol gəlir. Bu deyil, bu deyil. A variantı oxşuyur. Deməli, şimal yarımkürəsində enliklər üzrə 22 gündə ekvatordan 23-ə doğru 66,5-dən 90-a qalxacaq. 23,5-də 90 olur. Qütbə doğru azala-azala gedəcək. Qütblərə çatacaq 23,5-ə. Qütb ulduzun görünmə bucağı isə şimal yarımkürəsində hansı enlikdəsənsə o qədər görsənir. Yəni ekvatordan qütbə doğru arta-arta gedəcək. Cavab elə A variantı. Qrafikdə il ərzində günorta vaxtı şaquli dirəyin yaratdığı kölgənin uzunluğu verilir. Bu qrafik sxemdə verilən məntəqələrdən hansına aid edilə bilər? Bu qrafik sxemdə verilən məntəqələrin hansına aid edilə bilər? Deməli, kölgənin uzunluğu 22 iyunda ən çox olur. Kölgədə günəş nə qədər uzaqdan vursa, o vaxt ən çox olur. Ən az olub 23 sentyabrdan 22 dekabra gedən yolda, yəni ekvatorla cənub tropinin arasında bir yerdə. Sonra 22 dekabrdan 21 marta gedən yolda bir də sıfıra düşüb. Yəni ki, bu məntəqə ekvatorla cənub tropiki arasında yerləşir. Çünki ekvatordan cənub tropikinə gedən yolda da sıfıra düşüb kölgə. Yəni günəş zenitdə olub. Cənub tropikindən ekvatora qayıdan yolda bir dəfə də sıfıra düşüb. Deməli, məntəqə cənub tropiki ilə ekvatorun arasındadır. Görək bu hansı məntəqəyə uyğun gəlir. Cənub tropiki ilə ekvatorun arasında təbii ki, ikinci məntəqə. Günəş 10 dərəcə şimal enində zenitdə olarkən, şimal qütb işıqlanma qurşağında qütb gündüzləri müşahidə olunmadığı məntəqələr. Günəş ekvatorda olanda 90 dərəcə şimal enliyində qütb gündüzü başlayır. 1 dərəcə şimal enilinə keçəndə 89-da başlayır. 2 dərəcəyə keçəndə 88-də başlayır. Bu ardıcıllıqla 10 dərəcəyə keçəndə 80-də başlayır. Yəni 10 dərəcədə olanda günəş 80 və ondan yuxarıda hər yerdə qütb gündüzüdür. Amma 80-dən aşağıda 66-ya qədər qütb gündüzü deyil. Yəni M və F. Niyə R, Z və T-ni götürmeliyiz? Çünki deyir qütb işıqlama qurşağında olsun. Onlar qütb işıqlamada deyillər. M və F-i götürürük. Y variantı. Qütb ulduzunun 60 dərəcə bucaq altında göründüyü məntəqə. 60 dərəcə bucaq altında görsənirsə, məntəqə deməli elə 60 dərəcə şimal enliyindədir. Qütb ulduzu hansı enlikdəsənsə o qədər görsənir və yalnız şimaldır. Məntəqə ilə 21 martda günəş şüalarının günorta vaxtı 20 dərəcə bucaq altında düşdüyü şimal enliyi arasındakı 21 martda günəş ekvatorda olur. Ekvatora 90 düşür. Hər hansısa bir yerə 20 dərəcə düşməsi üçün həmin yer buradan 70 dərəcə uzaqda olmalıdır. Yəni söhbət burada 70 dərəcə şimal enliyinə gedir.
Bu enliklər arasında ən qısa məsafə bu miqyasda neçə santimetr olar? 60 şimalla 70 şimal arasında ən qısa məsafə 10 dərəcədir. 10 dərəcədə meridian xətti üzrə 1110 kilometr edir. 1110 kilometr həqiqi məsafədir. Bölürsüz miqyasa 5 sıfır çıxıb 1110-u 200-ə böləndə eləyəcək 5,55. Ekvatora xas olan əlamətlər. İldə bir dəfə qütb gündüzü müşahidə olunur. Heç vaxt müşahidə olunmur. Qütb gündüzü qütbdə olur. Şimal tropik xətt ilə arasındakı ən qısa məsafə 2608,5-dir. Şimal tropiki 23,5-dir, ekvator 0-dır. Araları 23,5 dərəcə eləyir. Vururuq 111-ə. Bura neçə eləyəcək? Bu cür eləməlidir. Bəli, 2608,5 eləyir. Bu doğrudur. İl boyu üzərində günəş zenitdə olur. İl boyu olmur. İldə 2 dəfə olur cəmi. Meridianlarla düz bucağı altında kəsişir. Bəli, bu doğrudur. Fəsillərin növbələşməsi aydın nəzərə çarpır. Bu mülayim işıqlanma qurşağına aiddir. Ekvator tropik işıqlanma qurşağına düşür. Coğrafi enliklər ekvatordan başlayaraq hesablanır. Bəli, doğrudur. Cavab 2, 4 və 6 olacaq. 99. Xəritə sxeminə əsasən payız gecə-gündüz bərabərliyi günündə günəş şüalarının daha böyük bucaq altına düşdüyü məntəqə. Payız gecə-gündüz bərabərliyi günündə günəş ekvatorda olur. Ekvator ən yaxınlarda 1, 4 və 6-dır. 1, 4, 6. Son suala baxırıq. Hansı ölkələrdə günəş il boyu günorta vaxtı üfüqün cənub tərəfində görsənir? Deməli, bu ölkələr şimal yarımkürəsində və şimal mülayim işıqlanma qurşağındadır. Bu da Azərbaycan, Yaponiya və İrlandiyaya uyğun gəlir. Digər ölkələr onsuz cənub yarımkürəsindədir. Cavab 2, 4, 5. Bu qədər uşaqlar saat bu uşaqları mövzusunda görüşərik.